Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugün soyuq havaların ən sevilən yeməklərindən olan qiyməli yarpaq xəngəl hazırlayıram və onu sizinlə bölüşmək istəyirəm. Sizin üçün də maraqlıdırsa, xəngəliniz əzilməsin, yapışmasın. Bizimlə qalın, videomuzu sona qədər izləyin. Bunun üçün xəmir edəcəyim qaba əvvəlcədən ələkdən keçirdiyim unu, tuzu və bir ədəd yumurtanı əlavə edirəm. Üzərinə isə biraz da ilıq su töküb xəmirimi yoğururam. Mən unun qədərini ailə üzvlərimizin sayına görə nəzərdə tutmuşam və siz də bunu nəzərə alın. Xəmirimi yoğurmağa başladım. Gördüyünüz kimi çox gözəl, yumuşaq xəmirim alındı. Xəmiri bir neçə hissəyə bölüb kündələyirəm. Yaydığım taxtanın ölçüsünə uyğun 4 ədəd kündə hazırladım. Xəmirləri bir siniyə yığıram və 20 dəqiqə, yarım saat dinləndirəcəm. Ona qədər soğanımı, qiyməmi hazırlayıram. Beş ədəd orta ölçülü soğan soyuram. Soğanların özəyini çıxardıram və bunları halqavarı doğrayıb qızardıram. Dəyərli izləyicilər, kanalımıza hələ də abunə deyilsinizsə, abunə olub yorum yazmağı, videolarımızı bəyənməyi unutmayın. Bu sizin üçün çox asandır, ancaq bizim üçün isə çox dəyərlidir. Öncədən bizə dəstək olmaq istəyən hər kəsə təşəkkür edirəm. Mən soğanı bir tərəfdə qovururam, digər tərəfdə isə xəmirləri yaymağa başlayıram. Yuxaları yayıb biraz da havada qurudacağım. Bir yarım saat qədər gözləyəcəm. Əgər vaxtınız varsa, yuxaları bir neçə saat əvvəlcədən yayın. Dəsmalın süfrənin üzərinə sərin, biraz yuxalarınız qurusun. Daha sonra qaynamış suyun içərisinə kəsib töküb bişirirsiniz. İnanın ki, xəngəliniz qətiyyən yapışmır. Soğanım artıq qızarır və bunu bir qabın içərisinə yığıram, yağdan çıxardıb. Elə həmin tavada da qiyməni qovururam. Üzərinə biraz da qiymənin su əlavə edirəm və bir 15-20 dəqiqə bişirəcəm. Artıq qiymənin suyu çəkildi, biraz da yağda qovurdum. Üzərinə duzunu, istiotunu vururam və qovurduğum soğanı əlavə edirəm qiymənin üzərinə. Artıq qiyməmiz hazırdır. İndi isə xəngəlin suyunu qoyuram qaynamağa. İkinci yaydığım yuxanı da sərirəm süfrənin üzərinə. Mən qazanımın ölçüsünə görə 3 yuxanı yayıb bişirəcəm və 4-cünü isə yayıb, qurudub, kəsib saxlayacağım. Növbəti dəfə xəngəl hazırlayanda ona qatacağım. Yuxaları çox da böyük olmamaq şərti ilə kvadrat formasında kəsirəm. Siz istədiyiniz ölçüdə kəsə bilərsiniz. Əziz xanımlar, xəngəl hazırlayanda evdə ən böyük ölçü olan qazanınızdan istifadə edin. Çünki xəngəlin yeri, suyu nə qədər bol olsa, o qədər xəngəliniz dən-dən bişəcək, qətiyyən yapışmayacaq. Və mən suya duz tökdüm. İndi isə qaynayan suya xəngəlin yarpaqlarını tökməyə başladım. Xəmirləri suyun içərisinə əlavə edəndə biraz tələsmək lazımdır ki, xəmirin hamısını eyni vaxtda suyun içərisinə tökək və eyni vaxtda da xəmirlərimiz bişsin. Qaşıqla kənarlardan içəriyə doğru yavaş-yavaş qarışdırırıq. Yapışma olmasın. Xəngəlimiz çox qəşəng qaynayır və xəmirlərin hamısı suyun üzərinə qalxıb. Xəmirləri 3-4 dəqiqədən çox qaynatmıram və indi süzəcəm.
Süzdüyüm xəngəli isti-isti geniş bir siniyə yığıram. Mənim hazırladığım 3 ədəd yuxadan bu qədər xəngəl alındı. Və dediyim kimi birini də yuxanı sonraki dəfiyə saxladım. Üzərinə əritdiyim kərə yağını əlavə edirəm. Qiyməni də orta hissələrinə xəngəlin yerləşdirirəm. Və sonda isə əvvəlcədən hazırladığım sarımsaqlı qatığı xəmirin üzərinə gəzdirirəm. Sarımsaqlı qatıq xəngələ çox yaraşır. Bəzi bölgələrdə xəngəlin yanında turşudan da çox istifadə olunur. Nar, zoğal və yaxud da alça turşusundan. Göründüyündən də çox ləzzətlidir. Xəngəlimizin dadı, tamı, hər şeyi öz qaydasında alınıb. Yarpaqları isə qətiyyən əzilməyib. Bizim evdə isə xəngəli balacadan böyüyə qədər hamımız çox sevirik. Keser değil mi? Göz haqqınızı halal edin, dəyərli izləyicilər. Zəhmətimizə dəyər verib videolarımızı bəyənməyi unutmayın. Salamat qalın. İnşallah növbəti videolarımızda görüşənədək Allaha əmanət olun.